Əsas məsələ toplanışın sonunda Ekrem Quliyev yenidən klubdan görüşdü və əvvəlki iddiada olduqlarını bir daha təsdiqlədi. Yəni qaldığımız yerdən davam edirik və çempionluq mübarizəsinin ön sırasındayıq. Amma bir məsələ var. Tovuzlu azarkeşə bu günləri nə stadionun hazırki durumu, nə futbolçuların hazırki durumu, vəziyyəti, zədəllər, nə baş məşqçi, nə baş məşqçinin göstərişləri bu günləri hal-hazırda komandanın azarkeşlərinə lazımdır ki, transfer. Qardaş, bu transfer nə oldu? Nə zaman olacaq? Əgər bizim Avrokuboklar kimi hədəfimiz varsa və komandada transfer yoxdur, boşluqlar var, oranı özdə elə-belə futbolçu yox. Elə bir futbolçu olmalıdır ki, bunun gəlişi bütün Tovuz azarkeşləri üçün bu hardan gəldi? Məsəl üçün, yəni belə bir şey var. Artıq zamandır futbolçu gəlməlidir. Bizə isə həmin futbol... Hi guys, I'm Josh Ginelli, the new signing for Tehran Tovuz. Welcome. Great bro. Hoş gəlibsən qanam.